34 il əvvəl bir gecədə şəhər yox edildi. Talilər parçalandı. İnsanlıq sarsıldı. İnsanların vəhşicəsinə öldürüldüyü o şəhərin adı Xocalı idi. Bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayəti nəticəsində 613 nəfər qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olub. 8 ailə tamamilə məhv edildi. 25 uşaq isə hər iki valideynini itirdi. Bu nə statistik göstərici, nə də ki, sıradan rəqəm idi. Bu, məhv edilmiş talilərdir. Bu planlı soyqırım idi. Unutmaq mümkün olmayan dəhşətli faciənin tarixidir. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm 2-ci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Onları məhv etdik. Ermənistan ordusunu məhv etdik və 2 dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhaliyə heç vaxt müharibə aparmamışıq. Və bunu hər kəs görür və bilir. İllər boyu bu cinayəti gizlətməyə çalışdılar. Amma həqiqət susmadı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən fevralın 26-sı Xocalı soyqırımı günü elan edildi. 1997-ci ildən etibarən hər il bu tarixdə ölkə ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Bu, dövlət səviyyəsində faciəyə verilmiş siyasi və hüquqi qiymətin təzahürüdür. Xocalını unutturmaq istəyənlər yanıldı. Ümummilli lider Heydər Əliyev bu qanlı faciəni törədənlərlə bağlı məlumatları ən müxtəlif beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırdı. 18 ölkə, ABŞ-nin 26 ştatı, İƏT və Türk Dövlətləri Təşkilatı tanıdı. Xocalını unutturmaq istəyənlər yanıldı. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti və onun arxasında o vaxt və bugün duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirlər ki, bu hadisə örtbasdır edilsin, Ermənistan məsuliyyətə cəlb edilməsin, Ermənistana qarşı hər hansı bir sanksiyalar tətbiq edilməsin və onlar cəzasız qalsın. Bugün Xocalıda Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Xocalıya ədalət tələbimiz tam haqlı idi və bu ədaləti döyüş meydanında təmin etməyimiz tam beynəlxalq hüquqa və tarixi ədalətə uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında almışıq. Onların qanını döyüş meydanında almışıq. Qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür. Buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsəd yönlü siyasət, bax bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19 və 20-sində Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Xocalıya böyük qayıdış davam edir. Amma bu sadəcə fiziki dönüş deyil. Bu, tarixi ədalətin bərpasıdır. Xocalıya qayıdan insanlar dağıntıya yox, dövlətin qurduğu yeni həyata qayıdır. O torpaq artıq mühafizəsiz deyil. O torpaq artıq sahibsiz deyil. Bir vaxtlar qarın, şaxtanın, güllərin içindən keçən Xocalı bugün bərpa quruculuqla, yeni həyatla nəfəs alır. Bu qayıdış mesajdır. Xocalı artıq gücün, iradənin və dövlət qətiyyətinin simvoludur. Kamil Eldaroğlu, ASTV Xəbər.